13 aprel 2025-ci ildə 9-cu siniflərin buraxılış imtahanına düşən riyaziyyat suallarının izahına baxaq. Sol tərəfdə şəkillə görürük. Sual C variantının suallarıdır. Sağ tərəfdə isə həllini verəcəm. Düzbucaqlının enini 40%, uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Biz bilirik ki, düzbucaqlının sahəsi A vurulsun B-dir, yəni en və uzunluğun hasilidir. İlkin verilən sahə A vuru B-dir, bunu 100% qəbul edə bilərik. Uzunluğun 40% azaltmışıqsa, bu deməli 100-dən 40 çıxılıb. 100-dən də 40 çıxanda bu olur 60%. 60% də biz 0,6A götürə bilərik. Vurulsun, bu bir yeni sahəmizdir. Vurulsun. Enini 20% azaltmışıqsa, 100-dən 20-ni çıxanda yerdə qalır 80%. Yəni yeni düzbucaqlımızın eni 80%, yəni 0,8B-dir. Buna isə x faiz. Burada AB-ləri ixtisar apara bilərik. Çarpaz vursaq 0,6 vurulsun 0,8 vur 100. Bu da bizə verir 48%. Yəni əvvəl 100% idi. İndi isə düşdü 48%-ə. Azalma oldu 52%. Azalma oldu 52%. Doğru cavab A variantı. Doğru cavab A variantı. Növbəti sualımız neçənci sual? 58-ci sual. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalır? Kubun həcmi ümumiyyətlə tapılır V bərabərdir A-nın kubu şəklində. İndi bunun tilini biz 2 dəfə azaltmışıqsa və ya artırmışıqsa fərqi yoxdur. Onda 2-nin kubu qədər dəyişiklik olacaq. Yəni 2-nin kubu 8 dəfə A variantı 58-ci sualdır. 59-cu sual. 59-cu sualda bucaqla bağlı bir sadə sualdır. Bizə verilib ki, COB bucağı 90 dərəcəli bucaqdır. Burada da A. Buradan bir şua çıxıb, buraya yazırıq D bucağı. CO AB-yə perpendikulardır görünür. DOC bucağı 25 dərəcədir. Yəni, baxın, bu bucaqda 25 dərəcədir. AOD bucağını soruşur. Bax, bu X-i. COB bucağı 90 dərəcədirsə, elə AOC bucağı da 90 dərəcə olacaq. Çünki bunlar qonşu bucaqlardır. Yəni, X plus 25-i biz elə 90-a bərabər edərik. Cavab 90 çıxılsın 25. Doğru cavabımız 65 dərəcə C variantı. Növbəti 60-cı sual. Surətdə görürük. M kvadrat çıxılsın 5N çıxılsın MN üstə gəl 5M bölünsün 25 çıxılsın M-in kvadratı bərabərdir. Biz burada vuruqları ayırmadan istifadə eləməliyik. İlk 4 hədli olduğu üçün biz bunu 2-2 qruplara ayıra bilərik. Misal üçün, birinci və sonuncu hədləri vuruqlara ayırsaq, yəni ortaq vuruğu mötərizə xaricinə çıxarsaq, alınlar M vurulsun M-5. Və sonra ikinci, üçüncü hədləri ortaq vuruğu N olduğu üçün mənfi N-i mötərizə xaricinə çıxarsaq, qalar 5 plus M. Burada işarə dəyişiləcək. Burada plusdur. Bölünsün. Məxrəcdə 25 5-in kvadratı olduğu üçün burada A kvadrat minus B kvadrat var. Yəni bunu 5 minus M, 5 plus M şəklində yaza bilərik. Kəsirin məxrəci ilə işimiz yoxdur. 5 çıxılsın M, 5 üstə gəl M qalır yerində. Kəsirin surətində M plus 5 ilə 5 plus M eyni ifadə olduğu üçün mötərizə xaricinə çıxarsaq, yerdə qalar M minus N. 5 plus M və M plus 5-lər ixtisar gedir. Surətdə M minus N, məxrəcdə 5 minus M qalır. Doğru cavab B variantı. -61-ci sual sadə bir tənlikdir. 3 vurulsun x minus 2 bərabər 6. Mötərizəni açmaq da olar. Açmadan belə yaza bilərik. X minus 2 bərabərdir. 6 bölünsün 3, yəni 2-dir. Buradan x bərabərdir 2 plus 2. Doğru cavabımız 4 olacaq. Yəni 6-nı 3-ə bölüb üzərinə 2 gəldik 61-də C. 62-ci sual. Tənliklər sistemi 2x üstə gəl y bərabərdir 0. X minus y bərabərdir 6. Bizdən burada x-i soruşur. Çox sadədir. Bunu biz elə alt-alta toplama üsulundan istifadə edə bilərik. Tənliklər sisteminin toplama üsulundan istifadə etdikdə burada y-lər islah olur. 2x ilə x-i toplayanda 3x. 0 üstə 6 gələndə 6. 6-nı 3-ə bölsək, doğru cavabımız 2. Bizdən də x-i soruşduğu üçün doğru cavabımız 2 olacaq. 63-cü sual. Hansı nöqtə y bərabər mənfi 2x plus 6 funksiyasının qrafik üzərindədir? Burada doğru cavab D variantıdır. Mənfi 5, 16.
Çünki birinci yazılan nöqtənin absisidir, ikinci yazılan ordinatıdır. Biz də verilən funksiyada x-in yerinə -5 yazırıq. Doğru cavab 16 alındığı üçün, yəni y-imiz də 16-nı verdiyi üçün deməli D variantıdır cavabımız. Yəni bu nöqtə verilən funksiyanın qrafiki üzərindədir. X-in yerinə -5, y-in yerinə 16 yazırıq və doğru bərabərliyi alırıq. Keçdik. 64-cü sual. Verilib əkob 18, 36 üzərinə gəl, əbob qısa yazdım. Əbob 10, 11 bərabərdir. Bu şifahidir. Hamımız bilirik ki, əkob 18, 36 ilə 36-ya bərabərdir. Niyə? Əgər ədədlərdən biri o birinə tam bölünürsə, yəni 36, 18-ə tam bölünürsə, əkob onlardan böyüdür. Əbob isə 18-dir. Üzərinə gəl. 10 və 11 qarşılıqlı sadə ədədlərdir. Ardıcıl ədədlərin isə əbobu 1-ə bərabərdir. Doğru cavabımız 37. E variantı. Sonra 65-ci sual. 65-ci sualda x bölünsün 5 bərabərdir 21 bölünsün 15. Çarpaz vurmaqla və ya ixtisarla bunu rahat tapa bilərik. Tənasübdür. X bərabərdir 5-i çarpaz vurarıq 21-ə, bölərik 15-ə. Burada 5 ilə 15 ixtisar gedər. Məxrəcdə 3 qalar. 21-i də 3-ə bölsək, doğru cavabımız 7. C variantı. 66-cı sual. İlk 10 natural ədəddən, biz bilirik ki, ilk 10 natural ədəd 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-dur. Təsadüfi seçilmiş birinin sadə ədəd olması. Buradakı sadə ədədlər 2-dir, 3-dür, 5-dir, 7-dir. Ehtimal bərabərdir. Kəsirin surətində əlverişli halların sayı yazılırdı. Əlverişli halların sayı. Məxrəcdə isə mümkün halların sayı yazılırdı. Bizdə mümkün hallar ümumi 10 dənədir. 10 natural ədədin içindən sadə ədəd olması üçün 4 dənə əlverişli halımız var. Burada 2 ixtisar aparsaq, doğru cavabımız 5-də 2 alınar. Y variantı. Buraya. 67-ci sualda çevrə verilib. İndi səliqəsi çəkilə bilər. Bilək, biz buna burada ehtiyac yoxdur şəkilə. Şəkil üzərində ilə sol tərəfdə göstərə bilərik. ABO bucağı ABO bucağı 22 dərəcə verib bizə. Bu bucaq 22 dərəcədir. ASO bucağı 28 dərəcədir bu bucaq. BAS bucağın bizdən soruşur. Buna bir alfa deyək. Bu daxilə çəkilmiş bucaqdır. Amma BOS mərkəzi bucaq olduğu üçün daxili bucaqdan 2 dəfə bölünür. Biz bilirik ki, daxilə çəkilmiş bucaq söykənli qövsünün yarısıdır. Onda BS qövsü 2 alfadır. BOS bucağı da mərkəzi bucaq olduğu üçün ilə söykənli qövsə bərabərdir. Belə bir qaydamız var idi bizim. Bu bucaq, sağdakı göstərdiyim bu bucaqla, bu bucaq və bu 3 dənə bucağın cəmi xaricdəki bax bu bucağı bizə verir. Onda yaza bilərik ki, 22 dərəcə, üstə gəl 28 dərəcə, üzərinə gəl alfa bərabərdir xaricdə qalan 2 alfaya. Buradan da alınır ki, alfa bərabərdir 50 dərəcə. 67-də bizdən nəyə soruşurdu? BAS bucağını soruşurdu. Yəni doğru cavabımız 50 dərəcə A variantı. 68-ci sual. Tərəfi 12 olan kvadratın perimetri. Sadə bir sualdır. Kvadratın tərəfi əgər 12-dirsə, deməli 4 tərəf ilə 12-yə bərabərdir. Biz də bilirik ki, onun perimetri 4A şəklindədir. 4 vurulsun 12. Doğru cavabımız 48 santimetr. 69-cu sual. 56 vurulsun -15 bölünsün 14 vurulsun 20 çıxılsın 5 vurulsun 10 bərabərdir. Surəti olduğu kimi saxlayırıq. -15 qalır. Məxrəcdə isə sadələşdirmə iş aparırıq. Birinci vurma yerinə yetirilir. 5 10-un 50, 20-dən də 50 çıxanda bu olur -30. İxtisar aparsaq 56 ilə 14 ixtisar gedir 4 dəfə.
Mənfi 15 ilə mənfi 30 hər ikisi mənfi 15-ə bölsək məxrəcdə 2 qalır. Doğru cavabımız 4 bölü 2 bərabərdir 2-yə. Yəni 69-da Y variantı. 70-ci sual. S vurulsun x plus y çıxılsın D vurulsun x plus y. Burada ortaq vuruq kimi x plus y-i biz görürük. X plus y-i mötərizə xaricinə çıxarsaq, yerdə qalar C çıxılsın D. C çıxılsın D və buradakı doğru cavab olaraq A variantındadır. 71-ci sual. 71-ci sualda deməli bizdən soruşur A kəsişmə B fərq C. Sol tərəfdə A və B çoxluqlarını biz görürük. Kəsişmə nədir? Hər ikisində olanlardır. A ilə B-nin kəsişməsinə baxsaq, hər ikisində ortaq elementlər 1-dir, 2-dir və 5-dir. C çoxluğun elementləri 0, 1, 3, 6 şəklində verilib. Onda bizim doğru cavabımız, yəni bu kəsişmədə olsun, amma C çoxluğunda olmasın. Buradan da görünür ki, 1 var, 2 və 5 isə C çoxluğunda yoxdur. Doğru cavabımız 2 və 5 B variantı. B variantı. 71-ci sual. Növbəti 72-ci sual. Natural ədədlərlə bağlı bir sualdır. 2 rəqəmli ədəddir. Üzərində xət var. AB üzərinə gəl BA bərabərdir 88 vurulsun A minus B. Bu iki rəqəmli ədəd olduğunu göstərir. Təklik onluq. Bunun açılışını biz bilirdik 10A plus B şəklindədir. Bu da təklik onluq. Bu isə 10B üzərinə gəl A şəklindədir. Bərabərdir 88 vurulsun A minus B. Sol tərəfdə 10A və 1A-nı toplasaq 11A. 1B, 10B-ni toplasaq 11B. Bərabərdir 88 vurulsun A çıxılsın B. 11-i mötərizə xaricinə çıxarsaq A plus B bərabərdir 88 vurulsun A minus B. 88 və 11 ixtisar aparsaq, qalar A plus B bərabər 8 dənə A minus B. Bu mötərizəni açsaq, bərabərdir 8A çıxılsın 8B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yıxsaq, 9B bərabərdir 7A şəklində bir münasibət alarıq. Söhbət A və B rəqəmlərindən gedir. Bunlar 1-dən 9-a qədər rəqəmlərdir. Və bu münasibət, yəni 9B bərabər 7A şərtini ödəyən ədədlər yalnız A bərabərdir 9B bərabərdir 7 olan ədədlər olacaqlar. Və bizdən AB, əslində burada üzərində xət var, AB ədədini soruşur. Ödəyən 2 rəqəmli AB. Burada üzərində xət olmalıdır. AB ədədi olacaq 97. Doğru cavabımız 97-dir. Sonra 73. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digər isə 8-8 nöqtəsində olan kvadratın sahəsi. Düzbucaqlı koordinat sistemin burada quraq. Düzbucaqlı koordinat sistemi. Bu Y oxumuz, bu X oxumuz. Qarşı təpələrindən biri koordinat başlanğıcındadır. Yəni, bax burada 0, 0 nöqtəsində, digər isə 8-8. Yəni, absisi 8, ordinatı isə -8 nöqtəsində olan, bax, belə bir nöqtə. Belə bir kvadratın bizdən sahəsini soruşur. Bu gördüyümüz kvadratın sahəsi. Kvadratın bir tərəfin uzunluğu, yəni bu tərəf 8-ə bərabərdir elə. 8. Ordinat oxu boyunca hərəkətdə 0-dan -8-ə qədər olan məsafə də elə 8 olduğu üçün onda bizim sahəmiz olacaq 8-in kvadratı, yəni 64. 64. 73-cü sualın cavabı 64-dür. Kvadratın bizdən sahəsini soruşur, amma mən orada deyəsən cavablarda 32 qeyd etmişəm. 64-dür. Sonra 74-cü sual. Topluda bu suallara oxşar suallar verilib. 2 vurulsun, 2 tam %85-in kvadratı bölünsün 2, üstə gəl 7 tam %15-in kvadratı bölünsün 2, üstə gəl 2 tam %85 vur 7 tam %15. Bu mötərizə xaricinə verilən 2 vuruğunu mötərizənin içinə bir-bir vursaq, 2-ni birinci ifadəyə vursaq, onda 2-lər ixtisar gedəcək, qalacaq 2 tam %85-in kvadratı. İkinciyə vursaq çöldəki 2-ni, xaricdə qalan 2-ni, 2-lər ixtisar gedəcək, alınacaq 7 tam %15-in kvadratı.
2-ni 3-cü ifadəyə də vursaq, alınar 2 vurulsun 2 tam %85 vur 7 tam %15. Diqqətlə baxsaq, bu a kvadrat üstə gəl 2ab üstə gəl b kvadrat şəklində olan bir ifadədir. Yəni, bu a üstə gəl b-nin kvadratıdır. 2 tam %85 ilə 7 tam %15 toplasaq, bu 10 verir bizə. Onun da kvadratı 100. Yəni, 74-cü sualda cavab 100. 75-ci sual. X, Y, Z natural ədədləri üçün X, Y bərabərdir 6, Y, Z bərabərdir 18 olarsa, X üstəgəl, Y üstəgəl, Z cəminin ən kiçik qiymətimizdən soruşur. Bu şərti ödəyən ədədlər bir neçə ədəddir, amma bunların içində ən kiçik olacaq X bərabərdir 1. Əgər X-in yerinə biz 1 yazsaq, onda Y-imiz 6-nı 1-ə bölsək 6. Y-in yerinə 6 yazsaq, onda Z bizdə olacaq 18 bölü 6, yəni 3. Bunların da cəmi bizə 10 verir. Başqa bir halda var burada. Misal üçün, X ola bilər 2 olsun. X 2 olsa, onda Y-imiz 6-nı 2-yə böləndə 3 olar. Y-imiz 3-dürsə, Z-imiz 18-i 3-ə böləndə 6 edir. Amma burada cəm 11 verir artıq. Ən kiçik cəmi soruşduğu üçün 10-dur. Sonra 76-cı sual. Bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli LMN üçbucağının sahəsi ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. ABC-nin sahəsindən 16 dəfə böyükdür. Yəni, bunun sahəsinə S1, bunun da sahəsinə S2 desək, S1 bölünsün S2 bərabərdir 16. Bütün bərabər tərəfli üçbucaqlar oxşar olduğu üçün biz də bilirik ki, oxşar fiqurlarda sahələr nisbəti oxşarlıq əmsalının kvadratıdır. Yəni, buradan biz oxşarlıq əmsalını 4 tapırıq. Perimetr ABC-ni 9 verib. Sağda duran üçbucağın perimetrini 9 verib. Soldakı LMN üçbucağının tərəfin bizdən soruşur X. Bu tərəfi soruşur. Burada perimetrini vermişdir 9. Biz bilirik ki, bərabər tərəfli üçbucağın perimetri 9-dursa, onun bir tərəfinə 3 düşür. Yəni, sağdakı üçbucağın bütün tərəfləri 3-dür. Və qaydamız var idi ki, oxşar üçbucaqların tərəflər nisbəti oxşarlıq əmsalına bərabərdir. Yəni, X bölünsün 3, böyük üçbucağın tərəfi bölünsün kiçik üçbucağın tərəfi bərabərdir 4-ə. Oradan X bərabərdir 12 alınır. 76-cı sualda cavab 12-dir. Amma yenə də burada nəsə səhv gedib 36 demişdim cavablarda. 77-ci sual. X bərabərdir 5 çıxılsın 2 kökdə 6, Y bərabərdir 5 üstəgəl 2 kökdə 6. Soruşur X, Y bölünsün X plus Y-i tap. X, Y-in yerinə biz bunların hasilini yazarıq. X-in qiyməti vurulsun Y-in qiyməti bölünsün məxrəcdə bunların cəmi. Yəni 5 minus 2 kökdə 6 üstəgəl 5 üstəgəl 2 kökdə 6. Bu kəsirin surətinə diqqətlə baxsaq, a kvadrat çıx b kvadrat var. Yəni, birincinin kvadratı 5-in kvadratı 25 çıxılsın 2 kökdə 6-nın kvadratı da 24 edir. Bölünsün, məxrəzdəki 2 kökdə 6-lar islah olur. 5 üstə 5 gələndə 10. Doğru cavab 10-da 1, yəni 0,1. Bunda cavabı 0,1-dir. 78-ci sual. İki yeşikdə birlikdə 50 kiloqram qənd var. Birinci yeşik, ikinci yeşik. Cəm 50 kiloqram qənd varsa, onda biz belə eləyə bilərik. Birinci yeşikdə x kiloqram qənd var, ikincidə isə 50 çıxılsın x qədər qənd var. Burada tənliklər sistemi qurmaqla deyir. Tənliklər sistemi qurmaqla, mən belə yazdım, ev yox. Tənlik və ya tənliklər sistemi deyir qurmaqla. Biz tənlik qurmaqla həll edərik. Birincidə x kiloqram qənd var, ikincidə 50 çıxılsın x qədər qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. Onda belə çıxır ki, 6 gündən sonra birinci yeşikdən 18 kiloqram qənd götürüləcək, ikinci yeşikdən isə 12 kiloqram qənd götürüləcək. Və nəhayət 6 gündən sonra qalan miqdar bərabərdir deyir. Bərabər miqdara qənd qalır. Belə eləyərik tənliyi. Əvvəlcə x kiloqram qənd var idi. 6 gündən sonra bundan 18 kiloqram qənd getdiyi üçün yerdə qalır x minus 18.
İkinci yeşikdə 50, mütərizə buraya ehtiyac yox idi. 50 çıxılsın x qədər qənd var idi. Bundan çıxırıq 6 günün sonunda 12 kiloqram qənd bundan azalmış olur və yekunda qalanlar bərabərləşir. Bu tənlikləri biz həll edəcəyik. Mütərizələri yenə açıq. 50 minus x minus 12. X'lar bir tərəfə yığılsa 2x. 50-dən 12 çıxanda 48. 38. 38 üstədə 18 gəlsək 56. X'i buradan biz 28 taparıq. Bizdən nə soruşur? Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Biz birinci yeşiyi ilə x qəbul etmişdik. Onda doğru cavabımız elə 28-dir. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Demək, bu 12 qəpiyə alır. 15 qəpiyə satırsa, onda bir dənə şardan bu 3 qəpik gəlir əldə edir. 12 qəpiyə alır, pul verir, amma 15 qəpiyə satırsa, deməli 3 qəpik burada gəlir var. Sonra, satış zamanı 5 dənə şar partlayıb. Yəni 5 dənə şar sıradan çıxdı. Bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edilərsə, şarların da sayını biz qəbul edək x. Əvvəlcə x şardan 5 dənəsini çıxaq, çünki bunlar artıq partladı. 5 dənə şar partladı. Satış zamanı 5 dənə şar partlayıbsa və bundan gəlir əldə olunmayıb da, 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarlar alqı-satqısında 5 manatdan çox gəlir əldə edərsə. Demək, bir şarı 12 qəpiyə alıbsa, deməli x vurur, x minus 5 dənə şar. Buradan 5 dənə şar çıxır. X minus 5. Yerdə qalanlar bu qədər olurdu. X minus 5 qədər. X minus 5 qədər. Hər şardan 3 qəpik gəlir əldə olunduğu üçün vururuq ümumi 3-ə və 6 manatdan çox gəlir əldə edilir. Yəni böyükdür. 1 manatımız 100 qəpik olduğu üçün 6 manatımız 600 qəpik olar. Və burada alınan x minus 5 böyükdür. 600 3-ə böləndə 200. X böyükdür. 200 üstə 5 gələrik. 205. Bir ən az neçə şar alıb satmışdır? 205-dən böyük olan 206 ədəd. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenuzundan 2 cm kiçikdir. Düzbucaqlı üçbucağı çəkirik. Katetlərindən biri digərindən 2 cm böyükdür. Birinə x desək katetin, o birisi x plus 2 olacaq. Yəni bundan 2 cm böyükdür. Hipotenuzdan 2 cm kiçikdir. Əgər bura x plus 2-dirsə, onda bura x plus 4 olacaq. Yəni ondan 2 cm böyük. Hipotenuzu bizdən soruşur. Bura Pifagor teoremindən istifadə edərik. Bilirik ki, hipotenuzun kvadratı bərabər. Həll tələb olunan olduğu üçün orada yazmalıyıq ki, Pifagor teoreminə görə s kvadrat bərabər a kvadrat plus b kvadrat və ardın bu şəkildə gətiririk. Hipotenuzun kvadratı bərabərdir. Birinci katetin kvadratı üstə gəl, ikinci katetin kvadratı. Mötərizənin açılışı. X kvadrat üstə gəl 8x üstə gəl 16 a plus b-nin kvadratıdır. Sağda da x kvadrat üstə gəl 4x üstə gəl 4 üstə gəl bir dənə də sonda x kvadrat var. Burada hamısın bütün ifadələri bir tərəfə yığsaq alınar x kvadrat. 4x-dan 8x-i çıxanda mənfi 4x, 16-nı da sağ tərəfə aparsaq mənfi 16 bərabərdir 0. Buradan vuruqları ayırmaqla və ya diskriminantla bunu tapmaq olar. 6x minus 6x plus 2 şəklində, yox, x minus 6x plus 2 yox, bir dəqiqə. Demək, 8, 2 yoxdur. Düzüm etdi, x kvadrat minus 4, bir dəqiqə, bura səhv etmişəm, 16 minus 4, bura 12 alınır, 12. Onda bunun vuruqları x minus 6, x plus 2. Niyə minus 12 elədi? Burada da sağ tərəfdə müsbət 4 var idi ona görə. Bunun bir kökü olacaq müsbət 6, digər kökü olacaq mənfi 2. Mənfi ola bilməz tərəf. Deməli bizdə x 6-dır. Bizdən hipotenuzu soruşduğu üçün doğru cavabımız 6 plus 4 bərabərdir 10 olacaq. Yəni bizim hipotenuzumuz x plus 4 olduğu üçün üzərinə x-i 6 tapdıq, üzərinə 4 gəldi. Doğru cavab 10. 81-ci sual, bu suala oxşar sual 11-lərin buraxılış imtahanında olub. İndi isə belə bir sualı 9-cu siniflər üçün veriblər.
Bu yarım çevrədir. Bu isə üçbucaqdır, görürük. Bu çevrənin mərkəzidir. O çevrənin mərkəzi də yarım çevrənin mərkəzidir. Deməli, diametri BC-dir. Qövsün uzunluğunu 4pi verib. Bu BC qövsü yarım çevrə olduğu üçün tam çevrənin uzunluğu bizdə 2πr-dir. Amma yarım çevrənin uzunluğu πr şəklində olacaq. Bizə uzunluğu 4pi verib, pi'ləri ixtisar aparsaq, deməli bu çevrənin radiusu 4-dür. 4, 4. AO 6-dır. Bura A. AO 6-dır və deyir ki, AB AC-yə bərabərdir. Onda bu gördüyümüz üçbucaq ABC bərabər yanlıdır. Bərabər yanlıdır. AO parçası mediandır. Median olduğu üçün bərabər yanlı üçbucaqda oturacağa çəkilən median həm də hündürlüydür. Bax, biz bu xassədən istifadə edəcəyik burada. Oturacağa çəkilən median həm də hündürlüydür. Fiqurun sahəsini bizdən soruşur. Burada hansı fiqur var? Bir yarım çevrə var. YC yazdım. Yarım dairə daha doğrusu. Üzərinə gəl bir də ABC üçbucağı var burada. Bax, bu iki dənə sahəni biz toplamalıyıq. Tam dairənin sahəsi πr kvadratdır. Yarım dairənin sahəsi pi vurulsun r kvadrat bölü 2-dir onun yarısı. Yəni solda gördüyümüz hissə yarım dairədir. Üzərinə gəl bir də burada üçbucaq görürük. Üçbucağın da sahəsi tərəf vur hündürlüyü bölü 2-dir. Tərəfimiz 8-dir. 4, 4 bizə 8 verir. Hündürlüyümüz 6-dır. Bölünsün 2. 4, 4-ün 16-nın yarısı 8pi. Üzərinə gəl 24 şəklində cavab alınacaq. 8pi üzərinə gəl 24. Pi'nin qiymətini əgər 3 versəydi 8-i 3-ə vurub üstünə 24 gələrdi. Amma vermədiyi üçün cavabı bu şəkildə də saxlayırıq. Sağ olun.